Bu videonu sırf qaşım haqqında fikir bildirən xanımlara çəkmək istəyirəm. Gözəl xanımlar, baxın, zövqlər müxtəlif və fərqlidir də. Elə xanımlar var ki, nazik qaş bəyənirlər, amma elə xanımlar var ki, qalın qaş bəyənirlər. Mən də həmişə istəmişəm ki, mənim qaşım qalın olsun. Bunun üçün də doğrudan çox çalışmışam və indi əldə eləmişəm. Qaşım istədiyim kimidir. Gördüyünüz kimi təbii öz tükümdəndir, baxın. Yəni normaldır. İndi bir balaca da telefonda effekt olur. O da bir balaca qalınlaşdırır. Bəlkə ola bilər sizə ona görə nəsə daha böyük gəlmiş ola bilər. Amma doğrudan da qaşım çox xoşuma gəlir. Hal-hazırda qaşım bəyəndiyim bir formadadır. Niyə qaşım haqqında o fikirləri deyirsiniz? Bu mənə biraz maraqlıdır. Zövqlər müxtəlifdir. İndi bu qaş dəbdədir. Bu videonu da çəkirəm. Xəbər oxunsun deyə ağzına nə gəldi başlıq yazan xəbər səhifələrinə. Bilmirəm onlar kimlərdir. Biraz yazanda fikir verin də nə yazırsınız, nə edirsiniz. Ağzınıza nə gəldi yazırsınız. Ümumiyyətlə, əslində sizlə məşğul olmaq lazım deyə Daxili İşlər Nazirliyi nəzarətə götürməlidir. Bu yalancı başlıqlar yazan səhifələri cəzalandırmalıdır. Ki belə yalanlar yazmayasınız, insanları həmin o mətni oxumağa cəlb eləməyə ağzınıza nə gəlir yazırsınız. Cəmaat inanan da var, inanmayan da var. Götürüb nə gəldi yazırsınız. Xatirə İslam və yoldaşı cəzalandırıldı. Bu xəbəri siz hardan götürüb yazırsınız? Hardan bu hansı mənbədən almısınız? Bunu nə ixtiyarla ağzınıza gələni yazırsınız? Cərimə hamı kimi biz də cərimə olmuşuq da. Yəni burada biz deyəndə, yəni yoldaşım, burada nə var axı? Birbirine el çəkirlər. Hə? Birbirindən el çəkir. Nə istəyirlər məndən, bibi qurban? Deyirlər, bibi eybəcərdir. Üzülsən eybəcər. Gözəldir, bibi? Hə. Hamıdan? Hə. De. Hamıdan gözəl bibidir. Of, sənə bibi qurban olsun. Əl çəkin də məndən, nə olar? Qəşə-qəşə sözlər yazın mənə. Öpürəm sizi. Yaydı, ağzınıza gələni danışmayın. Arada bir rastamoşka eləyin, sözü sonra ağzınızdan çıxardın. Xəbər başlığı lazımdırsa deyin, mən sizə verim də bir-iki dənə elə belə xəbər verim. Nə böyük iş olub, burada nə böyük problem olub. Nə olub da, yəni nə olduğunu bilməyə də deyin, biz bilək də, görək nə olub. Skuter sürmüşük, orada da başımızda kaska olmuyor. Eybi yox. Tək ki sizin hamınızın başında kaska olsun. Heç bir problem yoxdur. Bizə eybi yox da. İndi biz eləmədik. Biz çox böyük yəqin bir səhv eləmişik. Heç nə olmaz. Siz o səhvi tabi də eləməyin. İnanıram ki, bu şəhərdə hamı başına kaska taxacaq bundan sonra. Prosta yazanda biraz düzgün yazın. Elə xəbər oxunsun deyə ağzınıza nə gəlir yazırsınız. Belə olmaz axı. Cəzalandırıldı. Nə bilim, yox bizi astılar, kəstilər, doğradılar bizi. Nə var ki? Hamı nətər bizdə elə də. Yəni 40 manat cərimədir. Nə olacaq ki? Yoldaşım idarə eləyib, belə bir iş olub, 40 manat da cəriməsini ödəyib. Burada nə böyük problem var? Heç mən muğam oxuyanda, bir konsert eləyəndə, zalı dolduranda heç bu qədər paylaşmırsınız. Dünya dağılıb. Nə olacaq? Hamı necə bizdə elə? Biz bugün hardan gəlirik, əziz dostlar? Biz heç o barədə sizə heç nə demədik. Elə bu boş-boş məsələlərlə məşğul olduq, amma biz sizə demədik ki, biz getmişdik bugün hara? Matmansa. Deyirəm ki, bibi qurban. Ya deyirəm ki, bibi bugün mən aparıb məktəbə, təzə məktəbə adımı yazdırıb. Bugün bibi mənə sürpriz eləyib, məni Evrikaya aparıb məktəbə. Deyirəm ki, bax, bibi qurban gəl. Deyək ki, biz bugün məktəbə getmişik. Deyirəm, hara getmişik? Deyirəm, McDonald'sa. Heç deyiz. Sən bu ağılla nətər gedib oxuyassan, onu mənə də görüm. Oxuyacam da. Hələ, hansı dildə oxuyassan? Rusça. Hə? Rusça. Hansı məktəbə getmişdin? Emir məktəb. Emilin məktəbinə? Hə. Sənə bibi qurban olsun. Denən ki, getmişdik Evrikaya. Çünki orada çox qəşəng dərs öyrədirlər adama. Denən bibi qurban.